Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda qazdan istifadə üzrə sabit tarif mexanizmi tətbiq ediləcək. Bu barədə dəyişikliklər Milli Məclisdə qəbul olunan qaz təchizatı haqqında qanunda öz əksini tapıb. Qanuna əsasən qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilməsindən asılı olmayaraq həyata keçirilməlidir. Qaydanın rəsmi olaraq 2026 ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur. Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı NES24 AZA danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, 2026 il ərzində əsasən texniki baza hazırlanacaq və sabit tarif mexanizmi faktiki olaraq 2027-ci ildən tətbiq olunacaq. O qeyd edib ki, qaz və ya elektrik enerjisindən istifadə etməsən belə qoşulma haqqı və texniki xidmətlərin göstərilməsi üçün hər ay müəyyən məbləğ tutulacaq.